Belə müraciətlər çox olur ki, həyat yoldaşımla bir-birimizi çox sevib evlənmişdik, amma zaman keçdikcə aramızdakı münasibət soyudu, hətta bir-birimizi görmək belə istəmirik. Görəsən nəyə görə evlilikdə zaman keçdikcə partnyorlar arasındakı münasibət soyumağa başlayır? Bəlkə də çoxunuzun tanış olduğu bir mövzudur, amma dilə gətirmək istəmirsiniz. Bunun səbəbləri müxtəlif ola bilər. Bəzən verilən sözlərin tutulmaması, qarşısındakı insanı xırda səhvə görə günahlandırmalar, bir-birinə ağır sözlər demələr, fərqində olmadan bir-birinin qəlbini qırmalar, zaman keçdikcə insanın daxilində bastırılmış hisslərə, aqressiyaya çevrilir. Və bu cür insanlar get-gedə qarşısındakına qarşı qəzəbli olmağa başlayır. Təbii ki, insan birinə qarşı qəzəbli olarsa, ondan uzaqlaşacaq. Bəzən yanlış anlamalar, yanlış anlaşılmalar ailə münasibətlərinə xələl gətirə bilər. Bu səbəbdən də həqiqətən də münasibətlərinizi bərpa etmək istəyirsinizsə, yenidən gözəlləşdirmək istəyirsinizsə, ailə terapiyası sizə yardımcı ola bilər.